Levkənam. Texnotədris Mərkəzinin cari ilə məzunlarından biriyəm. Bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 292,3 bal, blok imtahanında isə 395,5 bal toplamışam və bu nəticəmə görə region birincisi olmuşam. Eyni zamanda bu il Respublika fənn olimpiadalarında tarix fənni üzrə qazandığım qızıl medal mənim uğurlarım arasında xüsusi yer tutur. Mən hələ 8-ci sinifdə təhsil alarkən Texnotədris Mərkəzinin güzəştli qəbul imtahanında uğurla iştirak etdim və burada ödənişsiz təhsil alma hüququ əldə etdim. Və elə o gündəncə mənim təhsil uğurlarım elə buradan başladı. Texno mənim üçün sadəcə bir hazırlıq mərkəzi deyil. Bura şagirdlərin potensialının üzə çıxdığı və məqsədlərinə doğru uğurla inkişaf etdiyi bir təhsil mühitidir. Peşəkar müəllim heyəti, fərdi yanaşma, müasir tədris metodları, müntəzəm keçirilən həftəlik və aylıq sınaq imtahanları, motivasiyaçı mühit hər bir şagirdin inkişafına şübhəsiz ki, öz töhfəsini verir. Burada yalnız akademik uğurlarla deyil, həmçinin intizamlı və özünə inanmış şagirdlərin yetişdirilməsinə diqqət yetirilir. Valideynlərlə qurulan davamlı əməkdaşlıq və şagirdlərin inkişafının mütəmadi izlənilməsi ailələrin bu təhsil mühitinə olan etibarını daha da artırır. Çünki burada hər bir şagirdin uğuru ortaq məqsəd hesab olunur. Əziz şagirdlər, böyük uğurlar düzgün seçimlərlə başlayır. Mən bu seçimimi Texnotədris Mərkəzindən yana etdim və nəticəsini gördüm. Siz də öz uğur hekayənizi özünüz yaza bilərsiniz. Yeni tədris ili üçün artıq qeydiyyat başlayır. Yalnız iyul ayı ərzində qeydiyyatdan keçərək təhsil haqqınızda 20% güzəşt əldə edə bilərsiniz. Siz də Texnotədris ailəsinə qoşulun və gələcəyinizi indidən qurun. Texnotədris Mərkəzi, parlaq gələcək naminə üstün təhsil.